artisti Habil Əliyevin səhhətində müsbətə doğru cüzi irəliləyiş var. Kaman ustasının həyat yoldaşı Aynəsə bildirib ki, bütün ümidlərini möcüzəyə bağlayıblar. Hazırda müalicəsini evdə davam etdirən Habil Əliyev xəstəxanada yatmaqdan imtina edib. Bunu darıxmaması ilə əsaslandırıb. Allah şəfa versin Habil müəllimə. Məncə onun yoxluğunu biz təkcə kaman üçün yox, elə kamanı inildədən o barmaqlar üçün də darıxdırdı. Xüsusi müxbirimiz Ləman Ələşəf qızının reportajı. Sənəti mədəniyyət adı ilə ucaldanlar hamısı gediblər indi. İndi gəlib alçaldanların əlinə düşüb, yəni bizlərin əlinə düşübdür. Habil Əliyevlə dəyərlərimiz haqda bu söhbəti ötən ilin qışında etmişdim. Məmnuniyyətlə razılaşmışdı. Baxmayaraq ki, onda da səhhəti yaxşı deyildi. Bugün isə onun səhhəti ümumiyyətlə yaxşı deyil və sənətkar hətta danışığını belə itirib. O, ağciyər pnevmoniyası və ürək çatışmazlığından əziyyət çəkir. Həyat yoldaşı Şərqiyə xanımın sözlərinə görə bugün səhər saatlarına qədər Habil Əliyevi itirə biləcəklərinin narahatlığını yaşayıblar. Amma indi vəziyyəti nisbətən stabilləşib və sənətkar iynənin təsiri ilə uyuyur. Onun yataq şəraitində çəkilib efirə verilməsinin tərəfdarı olmadığını əsas gətirən Şərqiyə xanıma açığı biz də dəstək verdik. Çünki Habil Əliyevi həmişə gümrah, zarafatçıl, necə deyərlər, yaşından çox-çox cavan, enerjili görmüşük. Arvadla söhbətlərimiz varsa hamısını eləyib qutarmışıq. Görürük ki, yenə vaxt qalıbdır. Onda da dalaşırıq ki, vaxtı davam eləyək, Sonra dava olur, sonra da barışırıq, təzədən şirinləşirik. Habil Əliyev xalq artisti, şöhrət və istiqlal ordenlərinin sahibidir. Amma bütün bu rəsmi titullardan əlavə də o Azərbaycanda bir nömrəli kamança ustasıdır. Bu o vaxtda belə olub, bugün də belədir. Hərdən düşünürəm ki, o öz işinin kamil ustası olmasaydı, bədxalq qonşularımız kamanı da çoxdan əlimizdən almışdılar. İndi isə ölüm onu bizdən almaq istəyir. Möhkəm olun ustad, cəmi 3 ildən sonra 90 yaşınızı qeyd edəcəyik. Hara tələsirsiniz? Lütfən, kamanı ağlar qoymayın.